Salam dostlar, Ayvazoğlu TV efirdedir. Sizinle ben Şahəddin İlxan Mayıroğlu. Hoş gördük her birinizi, necəsiniz, ne var ne yok. Bəli dostlar, bu dünyanın kəndiri çok uzundur. Yani hele biz çok şeyler göreceğiz. Allah imkan versin. Bugün neden danışacağıq dostlar? Bugün mən istəyirəm ki, danışaq biz bir tustaq anasından, yani oğlu həbs olunmuş anadan ve bir şərəfsizdən. Mən o şərəfsizin adını, familiyasını bilmirəm. Düzün deyim elə sosial şəbəkələrdən birində rast gəldim və danışığına görə onu gətirdim ki, bugün biz məhz o şərəfsizdən bu tustaq anasını müqayisə edək. Və bunu müqayisədən əvvəl düzünü deyim ki, niyə görə dedim dünyanın kəndiri çox uzundur. Bayaq bu canlı yayımla bağlı bir-iki materiallar toplayanda birdən Vasif Talıbov yadıma düşdü. Və mən fikirləşdim Vasif və nə qədər elədim Vasif Talıbovun deyək ki, familiyası yadıma düşmədi, soyadı. Və ürəyimdə fikirləşdim ki, hay Allah gör. Dünən deyək ki, Naxçıvanlılara meydan oxuyan, məsələn o qədim o Naxçıvan mahnısı var. İndi nə xanı var, nə sultanı var, ey könül mülkünün barı Naxçıvan, ellərin dövləti var Naxçıvan. Onu Vasif Talıbovun vaxtında onun ətrafında olan adamlar biraz dəyişmişdilər. Müğənniyə gəlib Vasif Talıbova girənlər pısıldayırdı ki, indi denən ki, indi həm xanı var, həm sultanı var. Yəni belə oxu, bu da yəqin ki, Vasif Talıbova və onun ətrafında olan adamlara ləzzət edirdi. Və indi baxın, dünən bunlara baxan adam bugün Vasif Talıbovun soyadını yadından çıxardır. Yəqin ki, Vasif Talıbovun vaxtında olmuş olsaydı və o bilseydi ki, mən onun soyadını yadından çıxarmışam, yəqin ki, nökərlərini tapşırardılar ki, məni cəzalandırsınlar. Mən də bu cəzadan sonra mütləq Naxçıvandan qaçıb ya Türkiyə ya da dünyanın harasını qaçıb gedərdim və bundan da Vasif Talıbovdan canımı qurtarmış olardım. Və mən düzün deyim ki, bunları fikirləşdim ki, görən indi Vasif Talıbov bugün deyək ki, Naxçıvanda öz ata evində oturub, deyək ki, vəzifədən çıxarılmış, hər şeyi, yəni o imkanları, pulu, sərvəti filanı var, o heç, amma o deyək ki, bunun əmrini eşidəcək nə qədər adam qalıb və Vasif Talıbov bugün nə fikirləşir ki, mən nə edə bilərdim ki, hakimiyyətimin ömrünü biraz daha uzadım. Mən fikirləşirəm ki, yəqin Vasif Talıbovun ürəyindən keçir ki, gərək Heydər Əliyev öləndə hakimiyyət özüm gələydim. Bax, belə dostlar, yəni bu da keçdi ağlımdan və dedim ki, yəqin ki, bugün sabah İlham Əliyev də bax, beləcə unudulacaq. Unudulacaq və yada düşəndə də ancaq qara bir ləkə, yəni dəhşətli bir röya kimi xatırlanacaq. O da onun uşaqları da, nəvələri də, yəni Heydər Əliyevin özü də.